Qoç, bugün bütün diqqətinizi intellektual fəaliyyətə yönəldin. Hissiyatınıza güvənə bilərsiniz. Əmin olun ki, xəyallar gerçəyi əvəzləmir. Təfərrüatlara ciddi fikir verin. Başladığınız işlərə səhlənkarlıqla yanaşmayın. Tənbəllik və intizamsızlıq uğura aparan yolda keçilməz sədlərə çevrilə bilər. Buğa, gün ərzində yorulmadan çalışın. Eyni vaxtda bir neçə işlə məşğul olun. Özünüzə əminliyi itirməyin. Uğursuzluq sizi ruhdan salmasın. Yaradıcılıq sahəsində çalışanlar bacarıqlarını nümayiş etdirə bilərlər. Əvvəllər münaqişədə olduğunuz insanlarla ümumi dil taparaq problemləri həll etmək, ailədə və işdə fikir ayrılıqlarına son qoymaq imkanı var. Əkizlər, əməkdaşlıq üçün əlverişli gündür. Nüfuzlu şəxslər arasında müttəfiqlər axtarmayın. Sizinlə eyni səviyyədə və vəziyyətdə olan insanların yardımları daha səmərəli olacaq. Yeni layihələrə ilhamlandıran liderlə yanaşı, tələbkar və diqqətli rəhbər olmağa çalışın. Yalnız belə olan halda uğura bel bağlaya bilərsiniz. Xərçəng, xəyallara qapılmasanız gün sakit keçəcək. Hesablarda yanlışlıqlara yol verməyəcəksiniz. Sizin üçün vacib olan insanlarla dil tapmaq asan olmayacaq. Dünənki müttəfiqlər yetərincə aqressivdir. Evdə kiçik problemlər ola bilər, lakin onların heç biri ciddi münaqişə üçün səbəb deyil. Şir, uğurlu gün olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bir qədər əziyyət çəkmək lazımdır. Romantik münasibətlərə başlamağa dəyməz. Həmin münasibət və tanışlıqlar yalnız ilk baxışdan dəyərli və diqqətə layiq təsir bağışlayır. Əslində isə belə deyil. Hər şeyə rəğmən vaxtı səmərəli keçirmək olar. Qız, işgüzar sahədə yaxşılığa doğru dəyişikliklər gözlənilir. Birlikdə işləməyin asan və xoş olduğu yeni tərəfdaşlar olacaq. Gəlirin artması mümkündür. Sizi nüfuzlu insanlar dəstəkləməyə başlayır. Yaxınlarınızla maraqlanın, onların qayğısına qalın. Doğmalarınızı sevindirmək üçün səylərinizi əsirgəməyin. Tərəzi, yeni işlərdə və layihələrdə uğur sizinlədir. Lakin ehtiyatı əldən verməyin. Lider mövqeyindən müvəqqəti imtina edin. Bir qədər kənara çəkilin. Problemlər əlinizi əsas işlərdən soyutmasın. Məişətdəki anlaşılmazlıq isə ciddi mübahisə yarada bilər. Əqrəb, maddi vəziyyətiniz arzuladığınız səviyyədə deyil. İşləriniz tədricən qaydasına düşəcək. Həmkarlarınızın və iş yoldaşlarınızın paxıllığa əsaslanan tənqidlərinə fikir verməsəz, gün yetərincə səmərəli olacaq. Ailedəki bəzi işlərin həlli ciddi məsrəflər tələb edəcək. Oxatan, qiymətli hədiyyə ala bilərsiniz. Sahibkarlıqla məşğul olursunuzsa, hüquqi məsələlərdə əmlak problemlərinin həllində irəliləyişə nail olacaqsınız. Günün ikinci yarısında əvvəllər fikir vermədiyiniz insanla qarşılaşacaq, ona diqqət yetirməyə başlayacaqsınız. Önəm vermədiyiniz münasibətlər qəflətən ciddi əhəmiyyət kəsb edəcək. Oğlaq, qətiyyət, inam və inadkarlıq maneələri dəf etməyinizi şərtləndirəcək. Ən mürəkkəb vəziyyətdə xoş əhval-ruhiyyəni qorumaqla yanaşı, yaxın ətrafınızdakı insanların bədbinləşməsinə imkan verməyin. Dostlarınız və tanışlarınızın problemləri ilə maraqlanın. Mübahisə edənləri barışdırmalı, başqalarının işinə müdaxilə etməli olacaqsınız. Dolça, hər şey o qədər də pis deyil. Əvvəlcə başladığınız işləri tələsmədən başa vurun. Tərəfdaşlığın sərfəli şərtlərinə nail olmaqla yanaşı, həmkarlarda özünüzlə bağlı müsbət təəssürat yaradacaqsınız. Xoş sürprizlər, gözlənilməz görüşlər mümkündür. Axşam saatları romantik görüş üçün əlverişlidir. Balıqlar, yaranmış şəraitə uyğunlaşmağa səy göstərsəz, hər şeyin sürətlə dəyişməyə başladığını görəcəksiniz. Etibarlı tərəfdaş, müttəfiq hesab etdiyiniz insanlar sizi darda qoya bilərlər. Bütün çətinliklərə rəğmən ruhdan düşməyin. Hətta sizi məsuliyyətsizliyə görə tənqid etsələr də, onlara zarafatla cavab verin.